Salam bir daha. Yarı qalmış cədvəl mövzusunun izahına baxırıq. Bundan öncəki videoda biz 61 sualın izahına baxdıq. İndi keçirik növbəti sualların izahına. Nə edir burada? Baxırıq ki, 5-in 4-ə cədvəl verilib. 9, 6, 26, 3, 8-də nə edə bilərik? 9, 16-nı cəmlə, 3-lə də 8-i cəmlə. Neçə elədi? 15 və 11 cəm eləyəcək 26. 4-lə 3-ü cəmləyirsən 7. Düzdürmü? 9-dan 2-ni cəmləyirsən 11. 11-dən 7-ni cəm eləyəcək 18. Burada olacaq 8 plus 5 plus 7 plus y bərabərdir x-a. Düzdürmü? Səndən x-dan y-in fərqini soruşur. X minus y bərabərdir 20-yə. Yəni bunların cəmi olacaq y variantı. Baxırsınız 63-cü sualın izahına. Burada ox işarəsini verib, düzdürmü? 61-dən 10 alıb, 29-dan 14 alıb. Nə edib? Oxun işarəsi 6-dan 1 çıxıb 2-yə vurmaqdır. Aydın oldu. Yəni bir-birinin fərqini 2-yə vurmaqdır. 2-dən 9 çıxır. Mənfi 7, yəni modul götürür. 7 2-yə vurur 14. 9-dan 6 çıxır. 3 2-yə vurur eləyəcək 6. X-im 6-dır. Daha sonra bunun işarəsinə baxıram. Bu nə edir? Çıxıb 3-ə vurur. Bir-birindən çıxıb 3-ə vurur. 6-dan 1 çıxır 5, 3-ə vurur 15. 2-dən 9 çıxır 7, 3-ə vurur 21. 9-dan 6 çıxır 3, 3-ə vurur 9. Mən 2-dən 9 çıxır deyəndə əslində mənfi 7 edir, 7 deyirəm. Birdən də videoda kimsə baxar, deyər ki, müəllimə səhv deyir falan filan. Ona görə qabaqçıdan bilin ki, yəni modul nəzərdə tutub deyirəm ki, istəyirəm ki, az müddət ərzində mən sizə çox testləri izah edim. Daha sonra, demək, mən burada olacaq. 9-dan 6 çıxdım, 3, 3-ə vurdum 9, y-im elədi 15. Sonra bu işarə isə çıxıb bir-birindən 4-ə vurur. 6-dan 1 çıxır, 5, 4-ə vurur 20. 2-dən 9 çıxır, mənfi 7, modulunu götürəm 7, vurur, eləyir 28. Z olacaq 28. Bunları isə cəmləyəcəksiniz. 6 ilə 15-in cəmi olacaq 21 plus 28, olacaq 49. C variantı. Daha sonra baxırsınız 64-cü sualın izahına. Ümumiyyətlə, belə bir suallar görəndə həmişə ağlınıza birinci cəm gəlsin. Gəlin cəmləyək. 1 ilə 3-ü cəmləyir 4, üstə 4. 8, üstə 10, eləcək 18. 7 ilə 1-i cəmləyir 8, üzərinə 3 gəlir 11, üzərinə 9, 20. 3 ilə 5-i cəmləyir 8, üzərinə 2 gəlir 10, üzərinə 12 gəlir 22. Baxın uşaqlar, ardıcılıq yarandı. 18, 20, 22, 24, burada da olacaq 26. Yəni 5 plus A plus 8 plus B olacaq 26. A ilə B'nin cəmini soruşur səndən. 26-dan çıxacaqsan 13. A plus B olacaq 13. Bu da olacaq A variantı. Daha sonra 65-ci sualın izahına baxırsınız. Nə edir burada? Baxıram ki, burada bir cərgə toplayır, bir cərgə çıxır. Bax, 18-dən 9-u topladı 27, 24-dən 6 çıxdı 18. 13-dən 19-u topladı 32. İndi burada çıxmanın əməli gəlir, düzdürmü? Neçədən 15 çıxanda 14 eləyir 29. Olacaq B variantı. Daha sonra baxırsınız 66-cı sualın izahına. Demişdim ki, əgər qalın xətt yaxud da 2 qoşa xətt olarsa, o deməkdir ki, bunu bu istiqamətdə bax. Ən birinci ağlıma rəqəmləri rəqəm cəmləmək gəlir. Yəni 1 ilə 8-ə 9 kimi, 2 ilə 1-ə 3 kimi, bu isə 6. Cəmlədin elədi 18. Aydın oldu. Yəni hamısına bir rəqəm kimi baxırsan. 7 plus 5 elədi 12 plus 2 elədi 14. Burada 5 plus 4 9 plus 10 eləyəcək 19 A variantı. Baxırsan 67-ci sualın izahına. Nə edir burada? 3 ilə 2-ni cəmləyir 5, 2 ilə 5-i cəmləyir 7. 6 ilə 8-i cəmləyir 14, 8 ilə 14-ü cəmləyir 22. 13 ilə 6-nı cəmləyir 19, 19 ilə 6-nı cəmləyir 25. 2 ilə 7-ni cəmləyir 9, 9 ilə 7-ni cəmləyəcək 16. Bu da düzgün cavab olacaq 9. Baxırsınız 68-ci sualın izahına. Burada 0 işarəsi varsa, bu sizə bir dənə ipucu versin ki, bu cəmləmədir. Baxın cəmini. 6 plus 3, 9 plus 1, 10. Bu eləyəcək neçə? 15. Bu 20. Demək, bura neçədir? 25. Burada neçə olmalıdır? 30. Və salam. 20 plus 9, 29. Bura neçə olmalıdır? 1. Bu da olacaq D variantı. Daha sonra 69-cu sualın izahına baxırsınız. Üçbucağın funksiyası 3-dən 11 alır, 8-dən 26 alır, 11-dən 35 alır. Necə alır uşaqlar? 3-ə vurub üzərinə 2 gəlir. Üçbucağı 3-ə vurur, üzərinə 2 gəlirdi funksiyası. 6-nı 3-ə vurur, 18, üzərinə 2 gəlir, 20.
Aydın oldu. Sonra romba baxırsınız. Rombun funksiyası 4-ə vurub üzərinə 2 gəlir. 3-ü 4-ə vurur 12, üzərinə 2 gəlir 14. 6-nı 4-ə vurur 24, üzərinə 2 gəlir 26. 8-i 4-ə vurur 32, üzərinə 2 gəlir 34. El 34-dür. K 20-dir. Daha sonra kvadratın funksiyası. Kvadratın funksiyası uşaqlar 4-ə vurub 3 çıxır. Baxın 8-i 4-ə vurur 32, 3 çıxır 29. 6-nı 4-ə vurur 24, 3 çıxır 21. 11-i 4-ə vuracaq 44, 3 çıxır 41. Bunları da hamısını cəmləyəcəksən, eləyəcək burada da düzgün cavab 95 Y variantı. Daha sonra baxırsınız 70-ci sualın izahına. Neyiniyib burada? Baxıram ki burada cəm var. 2 ilə 3-ü cəmləyir 5. 3 ilə 5-i cəmləyir 8. 5 ilə 8-i cəmləyir 13. 6 ilə 7-ni cəmləyir 13. 7 ilə 13 20. 13 ilə 20 33. Yəni burada olacaq 14 plus 19. Bu da eləyəcək 33 D variantı. Daha sonra keçirik növbəti sualın izahına. 71-ci suala baxırsınız. Yumruğun işarəsi neyinir? 15 yumrudan 21 alır. 36 yumrudan 45 alır. Neyinir uşaqlar? Öz rəqəmin cəmini gəlir üstünə. Yəni 15-in üstünə 6 gəlir 21. 36-ın üstünə 9 gəlir 45. 47-nin üstünə 11 gələcək, eləyəcək 58. Z-in 58-dir. Sonra baxırsınız bura. Rombun funksiyası nədir? Rombun funksiyası öz rəqəmin cəmini çıxmaqdır. 15-dən 6 çıxacaq, eləyəcək 9. X-in 9-dur. Aydındır? Üçbucağın işarəsi 15 ilə, demək 1 ilə 5-in cəmi ilə 1 ilə 5-in fərqini vurur bir-birinə. Bax, 1 ilə 5-i cəmlədi 6, 5-dən 1-i çıxdı 4, 6-nı 4-ə vurdu 24. 3 ilə 6-nı cəmlədi 8, 9, 6-dan 3 çıxdı 3. 9-u 3-ə vurur 27. Y olacaq 27. Yəni 9 ilə 58-i cəmlədin 67, 27 çıxırsan, bu da eləyəcək 40 B variantı. Sonra baxırsınız 72-ci sualın izahına. 4 kvadratdan 11 alır. 6 kvadratdan 17 alır. Neyinir? Kvadratın funksiyası 3-ə vurub 1 çıxmaqdır. Özünüz də bunun üzərinə yaza bilərsiniz ki, sizə rahat olsun. 5 3-ə vurur 15, 1 çıxır 14. X-in 14-dür. Bu qara kvadrata baxırsınız. Qara kvadratın funksiyası 4-ə vurub üzərinə 2 gəlir. Bax, 4-ü 4-ə vurdu 16, üzərinə 2 gəldi 18. 5-i 4-ə vurdu 20, üzərinə 2 gəldi 22. 6-nı 4-ə vurdu 24, üzərinə 2 gəldi 26. Y-in 26-dır. Smalikin funksiyası. Smalik neyinir? Kvadrata yüksəldib üzərinə 1 gəlir. Bax 5-in kvadratı 25, üzərinə 1 gəlir 26. 4-ün kvadratı 16, üzərinə 1 gəlir 17. Bunu cəmləyəcəksən. 14 dənə 26-nın cəmi üzərinə gəlir 17. Bu da eləyəcək 57. Baxırsınız 73-cü sualın izahına. Neyinir burada? Dolların funksiyası 32-dən K alır, 45-dən 25 alır, 69-dan 15 alır. Düzdürmü? Neyinir burada? Öz rəqəmin hasilini çıxır. Yəni 45-dən çıxır 20, 25, 32-dən çıxır 6, eləyəcək 26. K olacaq 26. Üzr istəyirəm. Diyezin funksiyası öz rəqəmin hasilini gəlir üstünə. 32-nin üstünə 6 gəlir 38. 69-un üstünə 54 gəlir 123. 45-in üstünə 20 gələcək, eləcək 65. El 65-dir. Evronun işarəsi isə 32-nin üzərinə öz rəqəmin cəmini gəlir. 45-in üzərinə öz rəqəmin cəmini gəlir. 69-un üzərinə öz rəqəmin cəmini gəlir, yəni 15-i. Bu eləyəcək 84. M dilədi 84. Daha sonra bunları cəmləyirsən. Bu da eləyəcək 175 C variantı. Bir de bir şey deyim. Bilmirəm, videoda demişəm, yoxsa deməmişəm. Ola bilər yadımdan çıxıb deməmişəm, yaxud da demişəm, indi dediyim yadımdan çıxıb. Əgər məsələn bu dollar işarəsi var ya, bu sadəcə müəllifin fikridir. Yəni bu misal üçün keçərlidir. Bəzi tələbələr var ki, mən onu yəni praktikamda rast gəlmişəm deyə onu deyirəm ki, birdən baxan tələbələr elə bilər ki, harda dollar görsələr bunun funksiyası tutaq ki, burada nə edirik biz? Öz rəqəmin demək, dolların funksiyası öz rəqəmin hasilinin üzərinə gəlməkdir. Birdən elə bilər, yox, öz rəqəmin hasilini burada çıxdı, yaxud da öz rəqəmin hasilinin üzərinə gəldi, fərq eləmir. Yəni buradakı simvollar bu misala aiddir. Başqa, yəni müəllif istəsə bu dollar yerinə başqa bir funksiyada yaza bilər. Yəni bunun o qədər də mahiyyəti yoxdur. Bu sadəcə sizə ipucu verir ki, burada 3 operatordan istifadə olunur. Yəni 3 ayrı-ayrı operator var burada. Vəssalam. Baxırsınız 74-cü sualın izahına. Bu işarə nə edir? 28-dən 16 alır, 36-dan 18 alır, 59-dan 45 alır. 83-dən də neçə alacaq? Yəni bu rəqəmləri bir-birinə vurur. 83-dən də 24 alacaq. A 24-dür.
Bu nə edir? Rəqəmləri cəmləyir, rəqəmləri cəmləyir, rəqəmləri cəmləyir. 2 ilə 8-in cəmi eləyəcək 10. B 10-dur. Daha sonra bu nə edir? Bu ulduz. Bu isə 28-dən 100 alır. 36-dan 81 alır. Rəqəmləri cəmləyir, kvadrata yüksəldir. Rəqəmləri cəmləyir, kvadrata yüksəldir. Demək, 9 ilə 5-i cəmləyəcək 14, kvadrat eləyəcək 196. Tapıram. Bu da eləyəcək, demək, 24 ilə onu topladın, elədi 34, 196-nın da üzərinə 34 gəlirsən, 0, 3, 230A variantı. Artıq bugün o qədər dərs keçmişəm ki, bəzən elə bilirəm ki, əzbər bildiyim rəqəmlərdə toplamaq məcburiyyətindəyim, birdən səhv eləyərəm buna görə. Yorğunluqdan. 9, 3-dən, demək, baxırıq burada 75-ci sualın izahına. Nə edir burada? Baxırıq ki, 9, 3, 8 verib, düzdürmü? 5, 4, 11 verib. Ən birinci ağlıma gələn şey cəmdir. 9 ilə 3-ü cəmləyirəm, 12 üzərinə 8 gəlirəm, 20. 6 ilə 13-ü cəmləyirəm, 19 üzərinə 1 gələndə 20 eləyir. 5 ilə 4-ü cəmlədim, 9 üstü 11 elədi, 20. Baxırsınız 76-cı sualın izahına. Nə edir burada? Yenə də eyni qaydada. Baxıram ki, heç bir qanunuyğunluq tapılmır. Cəm ağlıma gəlir. 4 ilə 8-i cəmləyirsən 12, üzərinə 6 gəlirsən 18, üzərinə 5, 23. 3 ilə 9-u cəmlədin 12, üzərinə 7, 19, bu da 23 elədi. 6 ilə 4-ü cəmlədin 10, bir də 13 elədi 23. 8 ilə 3-ü cəmlədin 11, üzərinə 7 gəldin 18, burada olacaq 5, 23. Yəni cavab olması üçün olacaq C variantı. Baxırsınız 77-ci sualın izahına. Nə edir burada? Baxıram ki, burada 7 ilə 9-un cəmi bərabərdir bunların cəminə. Baxın, hamısını da ödəyir. 5 ilə 3-ün cəmi 6 ilə 2-nin cəminə bərabərdir. 13 ilə 4-ün cəmi eləyir 17. 15-in üstə neçə gələndə 17 eləyir? 2. Olacaq Y variantı. Baxırsınız 78-ci sualın izahına. Burada da rahatdır bu sualda. Altdan 4 çıxır. 2 kvadratda 4 bura yazır. Elə bil bunu çıxır, kvadrata yüksəldir. Vəssalam. 7-dən 3 çıxır. 4 kvadratı 16. 9-dan 6 çıxır. 3 kvadratda 9. 12-dən 5 çıxır. 7 kvadratda olacaq 49 Y variantı. Daha sonra 79-cu sualın izahına baxırsınız. Nə edə bilər burada? Baxıram ki, 8 ilə 5-i cəmləyir 13, üzərinə 1 gəlir 14. Daha sonra 6 ilə 2-ni cəmləyir 8, üzərinə 1 gəlir 9. 9 ilə 5-i cəmləyir 14, üzərinə 1 gəlir 15. 7 ilə 1-i cəmləyir 8, üzərinə 1 gəlir 9, Y variantı. Daha sonra keçirik biz digər sualların izahına. Baxırıq 80-ci sualın izahına. Nə edə bilər burada? Əgər burada x-la y-in cəmini soruşursa, bayaq biz buna uyğun bir test işlədik. Biz birinci bunların cəmlərinə baxaq. Görək nə gəlir? Nə olacaq? 7 ilə 2-ni cəmlədi. 9 plus 6, 15, üzərinə 4 gəlir. 19 üzərinə 2, bu elədi 21. 4 ilə 6-nı cəmlədi. 10, üzərinə 4 gəldi. 14, 17, bu elədi 22. 3 ilə 8-i cəmlədi 11, üzərinə 7, 18, üzərinə gəlir 5, 23. Demək, bu 24, bu da 25 olmalıdır. Qutardı. 4 ilə 3-ün cəmi 7, üzərinə 9 gəlir. Neçə elədi? 16. Düzdürmü? Bunların o pişi cəmi 25 olmalıdırsa, 16-ın üstə neçə gələndə x, yəni 16 plus x plus y bərabərdir 25. Daha aydın yazıram. X plus y nəyə bərabərdir? 25 minus 16, x plus y də bərabərdir 9C variantı. Daha sonra baxırsınız 81-ci test tapşırığın izahına. Nə edir burada? 3 ilə 4-ü cəmlədi 7, 2-yə vurdu 14. 5 ilə 3-ü cəmlədi 8, 2-yə vurdu 16. Daha sonra 7 ilə 12-ni cəmlədi 19, 2-yə vurdu 38. 8 ilə neçəni cəmləyib 2-yə vuranda 18 edir 1-i. Bura qədəri yəqin ki, aydındır. Bax, bu hissə necə alır? Bax, 3-ü 2-yə vurur 16, 5-i 2-yə vurur 10, 7-ni 2-yə vurur 14, 8-i 2-yə vurur 16. Demək, düzgün cavab olacaq 1, daha sonra yox, bizdə nə tapmışıq biz burada? 10 tapmışıq, 38 tapmışıq, bir də 1 tapmışıq. Olacaq D variantı. Əslində sıralamanı göstərməyib necə yazmaq lazımdır. Məsələn, ABCD olsaydı, A hansı cərgədədirsə, tutaq A burada olsaydı da birinci A-nı yazacaqdın, sonra B-ni yazacaqdın, sonra C-ni. Burada yazdım, gördüm ki, sıralama ilə deyil də sadəcə rəqəmlərin olduğunu göstərir. İndi keçirik
82-ci test tapşırığın izahına. Bu tipli testlər tapşırıqlarını yaxşı olar ki, ayrıca vərəqdə özünüz də eləyəsiniz mənlə bərabər. Yazıram burada 82-ci test tapşırığı. Nə verir burada uşaqlar? Videomu biraz uzaqlaşdırım ki, siz rahat vərəqi və mənim işlədiyimi görəsiniz. Neyinir burada? Burada verir ki, sizə x plus y bərabərdir 37. Düzdürmü? Y plus z bərabərdir 28. Z plus x bərabərdir 21. Əslində, kimin riyaziyyatı yaxşıdırsa, riyaziyyatın biz əvvəllər tənliklərin toplanması, çıxılması keçirdik abituriyent vaxtında. Eyni o qaydalar yadınıza düşür. Tərəf-tərəfə toplamaq, tərəf-tərəfə çıxmaq, əvəz etmə bir-biri ilə. Onları tətbiq edirsiniz. İndi ola bilər ki, kimisə riyaziyyatı zəifdir, amma ediləsi bir şey yoxdur, mütləq bunu eləməliyik. Çünki düşən suallardandır. Ən çox da dövlət qulluğuna belə tipli suallar düşür. Magistraturada adətən bayaq izah elədiyim tiplərdə düşür, bəzən belə suallar düşür. Amma bu tipli suallar dövlət qulluğunda ən sevdikləri sualdır. Hər dəfə qəbula düşür. Daha çətinləri, yəni bu nisbətən rahat. Sənin hüququn var ki, bunları tərəf-tərəfə toplayasan. Necə toplayarsan? Tərəf-tərəfə toplayanda 2x, 2y, 2z bərabərdir. 37 ilə 28-i toplayırsan, eləyir 65, üzərinə 21 gəlirsən, eləyir 86. Bunun qiyməti elədir 86. Sənin ixtiyarın var ki, 2-ni mötərizə xaricə çıxardasan. 2 vur x plus y plus z bərabərdir 86. Düzdürmü? X plus y plus z bərabərdir 86 bölünsün 2, bu deyiləcək 43. Bu elədir, düzgün cavab olacaq A variantı. Bir də bir şey deyim, tutaq ki, bunu verib sizə, sizdən soruşur ki, z nəyə bərabərdir? Bax, bu düsturun x plus y plus z bərabərdir 43 deyil. Bax, y plus z 28-dirsə, demək x neçə olacaq? 48 minus 43 minus 28, bu deyiləcək 15. Yaxud da y-i soruşur səndən. Sən z plus x-in qiymətini yerinə qoyub bundan bunu çıxıb tapa bilərsən. Daha sonra keçirik biz 83-cü test tapşırığın izahına. Bax, yazıram yenə buradan qıraqdan 83. Baxırıq. Neyinir burada? Yenə olduğu kimi bunu köçürdürəm. A plus B bərabərdir 11. B plus C bərabərdir 22. C plus A bərabərdir 17. Bunları tərəf-tərəfə toplayıram. 2A, 2B, 2C bərabərdir. 11 plus 22 eləyəcək 33. Üzərinə 17 gəlirəm, eləyəcək 50. 2-ni mötərizə xaricə çıxardırsan, 2 vur A plus B plus C bərabərdir 50. Şərtə baxsa, zaten sizdən bunu istəyir. 2 vur A plus B plus C ifadəsini istəyir. Bunun cavabı olacaq 50 Y variantı. Daha sonra baxırıq növbəti sualın izahına. Baxaq 83-cü sualın izahına. Mən biraz bu testlərə vərəq çox sərf edirəm. 84-cü test tapşırığın izahı. 84. Yazırsınız. X plus Z 29. Y plus X bərabərdir 26. Z plus Y bərabərdir 33. Yenə eyni qaydada. Sizin ixtiyarınız var ki, bunları tərəf-tərəfə toplayasınız. 2X, 2Y, 2Z bərabərdir. Bərabərdir 88. X plus Y plus Z, yəni burada bunu mötərizə xaricə çıxardıram 2-ni, düzdürmü? Olacaq 88, X plus Y plus Z bərabərdir 88 2-yə bölünür 44, düzdür? Səndən də burada nəyə soruşur? X-i soruşur, düzdürmü? X-i soruşursa Y plus Z-in qiymətini yerinə qoyursan. Y plus Z nəyə bərabərdir? 33-ə. X plus 33 bərabərdir 44. X də bərabərdir, müsbət bu tərəfə keçir. 44 minus 33 eləyir 11. X də bərabərdir 11-ə. Olacaq A variantı. Bugünlük bu qədər. Cədvəl mövzusunu çalışdım ki, cədvəl mövzusunu hardasa 80%-ni izah elədim. İnanıram ki, videolardan nəsə anladınız və özünüz başqa testlərdə də tətbiq edə bilərsiniz. Və məsləhət görərdim ki, Etibar Lətifinin, baxın bu kitabdır. Bu kitab Etibar Lətifinin izahlı məntiq kitabı. Bunu daha belə eləyim ki, rahat görəsiniz. Baxın bu kitabdır. Buradan işləyə bilərsiniz. Daha sonra əlinizə keçən materiallardan, yaxud da şərt o deyil, xərc edib gedib o kitabı alasınız. Sizdə əlinizdə başqa kitablar varsa, tutaq bu izahlara baxdınız, sonra başlayırsınız onu tətbiq eləməyə. Birinci dəfədən görə bilməyəcəksiniz. Məsələn, deyəcəksiniz ki, görəsən burada nə edib? Nə qədər ki, sizə metodu izah elədim, baxı fikir verdinizsə, 81 testin izahına baxdıq. Yəni 81 dənə qeyri-aşkar cədvəl idi də, yəni bilinməyən cədvəllər. 81-in hamısı fərqli-fərqli idi. İçərisində biri, ikisi bir-birinə oxşardı, yoxsa yox. Ona görə siz bu bütün metodları bildikdən sonra, əgər yaxşı mənimsəsiz, testə baxıb görəcəksiniz ki, orada hansı metoddan istifadə edib.
İnşallah ki bu videonun sizə bir faydası dəymiş olar. Növbəti videolarda görüşənədək. Hələlik.